Gəlin iftara çayın yanına çox dadlı və ləzzətli Oreolu cheesecake hazırlayaq. Mütləq yaddaşa verin ki, siz də hazırlayın. Keçən hazırlanma qaydasına. İlk öncə bizə lazımdır Oreo. Oreonu doğrayıcı blenderin içərisinə əlavə edib və xırdalayırıq. Ardıca da etinin piçenyasından 4-5 ədəd də əlavə edib xırdalayırıq. Üzərinə də ərinmiş kərə yağı əlavə edib qarışdırırıq. Siz kərə yağını südlə də əvəz edə bilərsiniz. Və hazır olduqdan sonra hazırlayacağımız qəlbin içərisinə yerləşdiririk və gördüyünüz kimi forma veririk. Formanı verib kənara qoyuruq və içliyini hazırlayırıq. İçlik üçün bizə lazım olacaq krem pendir və qaymaq. Qaymağı kənarda qarışdırıram. İçərisinə yarım stəkan da şəkər tozu əlavə edib qarışdırdım. Və krem pendirin üzərinə əlavə edib, içərisinə də xırdaladığım Oreonu əlavə edib qarışdırıram. Tam qarışdırdıqdan sonra qəlbin içərisinə əlavə edib və yenidən forma veririk. Ən sonda üzəri üçün hazırladığımız qanajı əlavə edib soyuducuda təxmini 2 və 3 saat saxlayırıq. Qanaj üçün isə bizə lazım olacaq şokolad və qaymaq. Şokoladı əritdikdən sonra üzərinə qaymaq əlavə edib qarışdırırıq və üzərinə əlavə edirik. 2-3 saat saxladıqdan sonra çıxardıb üzərini istədiyiniz kimi bəzəyirik. Mən Oreolarla bəzədim. Mütləq hazırlayın. Çox dadlı və möhtəşəm alındı. Əminəm ki, hazırlasaq çox bəyənəcəksiniz. Özəlliklə də iftarınızı açdıqdan sonra çayın yanına nuş edə bilərsiniz.